Ruslar necə Zərbalakəni şey eləmək istəyirdi. Ruslar həmin közdə Gürcüstan üzərindən, yəni Şərqi Gürcüstan üzərindən Azərbaycanı yəni ələ keçirmək planı var idi. Çünki yəni Zərbalakən yəni ən yaxşı mövqelərdən biri, ən yaxşı şeylərdən biri xanlıqlar kimi deyək də, bu Zərbalakən cəmaatı idi. Yəni buranı olandan sonra Azərbaycanın demək olar bir çox hissəsini almış olacaqdı. Ona görə də ki, bu birinci Zərbalakənə hücum eləmək istəyirdi. Bu orada da Rusların komandiri Sisanoğlu da elə ən başlıca şeye hücum eləməsini söyləmişdilər ordularına, Zərbalakənə. Həmin bu Zərbalakənə gedən yerdə Gürcüstanın özü ordusu da qatıldı Ruslara könüllü olaraq. Həmin Rusların ordusu qatıldı. Yəni Gürcüstanlıların ordusu Ruslara qatıldı könüllü olaraq. Zərbalakənə yürüş elədilər 1803-cü ildə. Sonra bu Zərbalakən cəmaatı da müqavimət göstərdi. Amma yəni başarısız oldulardı. Ruslar onları bozğuna uğratdı deyək də. Yəni aldı bu müqavilə imzaladılar. Ya bu müqavilədə də andlı nə bilim nə adlı müqavilə imzaladılar. Antlı öhdəlik. Bu sənəd imzaladılar. Bu sənəddə də deyirdi ki, şərtlərində o idi ki, bu Rus cəmaatı falan öz ərazilərinə yerləşdirəcəklər Zərbalakəni. Ondan sonra orada yəni ipək verəcək Zərbalakən cəmaatı bunlara. Bir də xərac ödəyəcək. Ruslar onları öz ərazilərinə yerləşdirəsidilər. Onlar deməli Zərbalakən cəmaatı onlara ipəklə xərac verməyi öz öhdəsinə götürdüyü üçün adlı öhdəlik imzalayırlar. Sonra bu Zərbalakənlər bunları elədi, yəni təsdiqlədi. Amma eləmədi, necə deyim, təsdiqlədi amma əməl eləmədi. Əməl eləmədiklərinə görə də bu Ruslar qəzəblərini 1804-cü ildə təzədən Zərbalakənə yürüş edib Zərbalakəni yandırdılar. Yəni yerləşməsinə şərait yaratmadılar da, eləmi? O əsas ondan qəbul elədilər, sənəddə qəbul edildilər, amma belə əməl eləmədilər. Bəli. Buradakı Rus insanlar da gəlib aldılar təzədən 1804-cü ildə. Sonra mənim Zaqatalaya doğru getdi bu Rus qoşunları. Zaqatala yəni yaxınlığında dərədə hücum eləmək istəyəndə Carlar bunlara indi hücum elədi. Yəni orada qaçmış Onda cəmaatlıq adlanır da, bəli, Car cəmaatı. Zaqatala ümumiyyətlə Zərbalakən üsyankar bir xalq olub. Gəncədir, Zərbalakəndir. Bunlar ən çox üsyankar rayonlarımızdandır, bəli. Həmin bu döyüşdə də ki, Carlar qələbə qazanır, üstünlük qurur. Bu Rusların da çoxsu ölür. Hələ bir dənə də general ölmüşdü. Qulkayev idi, nə idi? O ölmüşdü. Ondan sonra da həmin bu qalan Ruslar da ki, arxaya qaçmışdı. Yəni təzədən geri çəkilirdi. Həmin bu canlı, yəni Carlılar necə deyim, bu müqavimətin zadı təzədən Ruslara qarşı üstünlük qurandan sonra təzədən elədilər. Yəni öz şeylərinə təzədən qayıda bildilər də, yəni Ruslara qarşı. Mövqelərinə. Öz yerlərinə. Bəli. Sonra? Bundan sonra mən Gəncənin işğalı var idim. Həm bu Gəncə işğalıdır, mənim Sisanoğlu başladı. O Gəncənin yerinə görə bura hücum edirdi. Yəni onun strateji bölgəsində yerləşdiyinə görə, bəli. Strateji, yəni əlverişli, o deməkdir. O Sisanoğlu da düşünür ki, bu Gəncəni alsa, o biri Azərbaycan o biri ərazilərinə girmək daha asan olacaq. Bunu düşünürdü. Yəni ona görə Gəncəyə hücumlara başladı. Bunun nəticəsində mən o Cavad xana elə bir ki, məktub göndərdi. O deyirdi ki, yəni onlara tabi olmağını istəyirdi. Həm də ki, o Cavad xanın qarşısına elə bir iki dənə şərt qoydu. Bu birinci şərt elə bir ki, deyirdi ki, təslim olursansa, təslim olmursansa da müharibədir. Yəni ikinci şərt qoydu. Ya sülh yolunu qəbul edər, ya da müharibə yolda iki dənə seçim qoyur. Bu Cavad xandakı məktubu göndərəndən sonra Cavad xan da sırasına ona cavab yazdı. Bu cavabda da deyirdi ki, mən hazıram döyüşə, uğurdakı Allahın əlindədir. Gəl döyüşək, yəni kim yaxşı tutsun da belə kafadaydı. Kim
Bəli. Ondan sonra Siyanov təzədən məktub yazdı. Həm bu məktubda da deyirdi ki, tabe ol deyirdi. Yəni əmr eləmiş kimi deyirdi. Buradakı Cavad xan buna əsəbləşdi. O da deyir ki, yəni gəl döyüşək də, çağırdı onu ki. Ondan sonra döyüş başlayır. Bu döyüşdə ki, yəni həmin bu Siyanovun qoşunu daha güclüydü. Yəni texnikası, sonra adam sayı, ordunun sayı daha çox idi. Cavad xanın ordusuna. Burada ki həmin bu çoxluğu Cavad xanı çox yəni sarstı. Bu ondan sonra geri çəkilmək məcburiyyətində qaldı. Həmin bu Gəncə qalsınlar ki, mühasirəyə aldılar. Həmin burada şeylərdə çox qorudular yəni bir müddət. Prosta həmin o dediyim kimi çoxluq falan yenə şeylənmədilər. Aldılar tamamilə Gəncə qalsın. Mühasirədə qaldı biraz müddət. Yəni Cavad xan cəhd göstərdi qalan verməmək üçün, deyilmi? Bəli. Bundan sonra da oğlu ilə bir yerdə həlak oldu. Həmin o Cavad xan. Ondan sonra həm bu Gəncə qalsı da 1804-də tamamilə yəni işğal olundu. Buradakı həm buradakı Gəncə şey eləyəndən sonra oranın adı falan dəyişildi. Oranın adını Yelizaveta Pol qoydular. Onun adını qoydular. Ondan sonra yəni Gəncə adından istifadə edilməyə qadağan elədilər. Həm o Gəncə adından istifadə edən bundan həmin o Gəncə adından istifadə edəndə cərimə edildilər. Bundan həmin o bir dediyim kimi, yəni o bir ərazidə tutmağa başladılar da, yəni Gəncəni tutandan sonra Ruslar. Onların məqsədi də o idi. Qutardı mı dərsiniz? Bir dənə də var. Bir dənəsi də.